Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə doğru yağış da çiləmişdi. Təsriflənən feillər hər ikisi keçmiş zamandadır. Bəli, nəqli keçmiş zamanda nə etmişdi, çiləmişdi, nə etmiş, çəkilmiş. Bu doğru. Həm təsriflənən, həm təsriflənməyən feil var. Bəli, kəndin üstünə çökən təsriflənməyən feildir. Digərlər də təsriflənən feillərdir. Doğrudur. İlk isim çıxışlıq halda, sonuncu isim adlı haldadır. Baxın, ilk isim hansıdır? Kəndin. Bu axşamdan nə zaman? Axşam zaman zərfidir. Kəndin ilk isim yelik haldadır. Səhvdir. Əsas nitqlərindən yalnız say və əvəzlik yoxdur. Baxaq görə nümunədə sifət varmı? Nümunədə sifət də yoxdur. Ona görə bunu çıxırıq. Bax, zərf var, isim var, tutaq ki, feil var. Üçü var, üçü yoxdur. Ona görə cavabımız olur, yəni yanlış fikirlər istədiyinə görə cavab olur Y bəndi. 3, 4. Hansı cümlələrdə o əvəzlindən sonra vergül qoyula bilər? O, neçə dəfə bacısının anası ilə söhbətini eşitmiş, amma buna məna verməmişdi. Burada odan sonra əvəzlik gəldiyi üçün vergül qoyulmayacaq. O, evə qayıtmayacağına qərar alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. Burada onu həm işarə, həm şəxs kimi düşünə bilər, yəni burada vergül qoyula bilər. O, heç bir vəclə uşağa haqq verə bilmir, amma qəlbini də sındırmaq istəmirdi. Ədat gəldiyi üçün, yəni köməkçinin səs gəldiyi üçün vergül qoyulmayacaq. Üçüdə çıxırıq. O, sol tərəfdəki təpədə də qaraltılar gördü, özünü bayaqkindən daha çox itirdi. O, sol tərəfdəki təpədə burada vergül qoyula bilər. Cavab olacaq 2, 4, C variantı. Nümunədəki feillər hansı qrammatik məna növündə işlənmişdi? Atasının daxili bir ağrıdan qovrulan adamlar kimi məhəccərə söykənib biraz daha büzüşdüyünü hiss etdi. Burada feillər fərqi yoxdur. Təsriflənən, təsriflənməyən, qovrulan məlum növ, məhəccərə söykənib qayıdış növ, büzüşdüyünü hiss etdi. Hər ikisi məlum növ. Burada həm məlum var, həm də qayıdış var. Başqa yoxdur. Cavab olacaq yalnız məlum və qayıdış A variantı. Hansı cümlədə eyni dərəcədə olan iki sifət işlənmişdi? Daha böyük bir bədbəxtliyin üz verəcəyindən qorxur, kənardaca gizlənib ətrafı güdürdü. Burada bir sifət var, daha böyük, o da çoxaltma dərəcəsindədir. Başqa sifət yoxdur. Meşəyə doğru gizlicə gedənlər də kimisə lap uzaqlara qədər qovanlar da qayıtdılar. Bu nümunədə tutaq ki, lap uzaqlara qədər bunu sifət götürəcək uzağı, çoxaltma dərəcəsində. Başqa sifət var? Yox. Gizlicə burada zərfdir. Xırdaca sərçələr bir-birini didə-didə çəpərə doluşur. Onların cır səsi adam beyni deşirdi. Xırdaca çoxaltma dərəcəsindədir. Cır isə adi dərəcədədir. Deməli, eyni dərəcədə deyil. Oğlunun onu qoca vaxtında qara damın altına tək qoyub şəhərə gedəcəyindən qorxurdu. Qoca adi dərəcəli sifət, qara dam adi dərəcəli sifət. Başqa var? Yoxdur. Cavab olacaq D variantı. Hər ikisi adi dərəcəli sifətdir. E variantında qız belə ağır dəqiqədə onun birdən-birə haradan çıxdığını tam başa düşə bilmirdi. Burada da bir dənə sifət var, o da adi dərəcədə. Cavab oldu D. Hansı cümlədə düzəltmə söz işlənməyib? A. Oğlan quş kimi atılıb atın tərkinə mindi. Atılmaq, düzəltmə. Qılıncını alıb özünü palıd ağacına sarıdılar. Bu nümunədə düzəltmə söz varmı? Xeyr. Ayaq saxlayıb yarpaq qoxulu nəm havanı ciyərinə çəkdi. Qoxudan qoxulu, düzəltmə. At sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Sakitdən sakitləşmək, düzəltmə. Gözünü meşənin dərinliyinə gedən cığıra zillədi. Dərindən dərinlik. Cavab nə olacaq? Yəni, düzəltmə söz işlənməyən bənd B variantı. Hansı cümlədə mənaca bir-birlə ziddiyyət təşkil edən sözlər işlənmişdi? Yəni, bir-birinin əksi olan sözlər işlənib. Fərəhli düşüncələrin dalınca gələn fikirlər onu sarsıdır, sevincini özü ilə aparırdı, bu nümunədə yoxdur. Onun təbəssümündə istehza mı, yoxsa daxili bir nifrət mi olduğunu sezə bilmədi, yoxdur. Kənan da ürəyində peşmanlıq duyur, ancaq bunu etiraf etməyə xəcalət çəkirdi, yoxdur. Əvvəllər heç vaxt bu barədə danışmağa məqam yaranmamışdı, sonra da həvəsi olmadı. Əvvəl, sonra bir-biri ilə ziddiyyət təşkil edir. İşi axıra çatdırmaq istəyir, buna görə də sonuncu dərsin bitməyini gözləyirdi. Cavab olacaq D bəndi. Əvvəllər və sonra sözləri bir-birinə ziddiyyət təşkil edir. Etimadsızlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikirləri müəyyən edin.
Əvvəlcə sözün düzgün tələffüz şəklini qeyd edək. Uzanır, etimadsızdıq. Deməli, fərqlənmə orada oldu. D, T kimi səsləndi. L, D kimi səsləndi. Q, X kimi səsləndi. 3 fərqli məqam var. Baxaq görək nə deyir? Yanlış fikirlər istəyir. Qarşılığı olmayan bir samit işlənmişdir. Bəli, burada tələffüzdə bir dənə M qalır. Ona görə də bu doğrudur. 2. Qapalı incə sayt uzun tələffüz olunur. Uzun tələffüz olunur. Qapalı incə sayt. Qapalıdırmı? Xeyr. Deməli, incə saytdır, amma qapalı deyil. 2 səhvdir. 2 kar cingiltili samit cütlüyü var. Baxın. T ilə D var, S ilə Z var. Deməli, bu da doğrudur. Yazılış və tələffüzü 2 fərqli məqamda fərqlənir. Xeyr, yazılış və deyilişi 3 məqamda fərqlənir. Cavab olur 2, 4, Y variantı. Hansı cümlələrdə altından xətt çəkilmiş sözlər adlıq halda deyil? 1. Haradansa atılan tüfəng səsi bizi çox qorxutdu. Tüfəng səsi, yəni söz birləşməsinin əsas tərəfində mənsubiyyət şəkilçilidir, adlıq haldadır. Səhəngin altı ilə buzu sındırıb su götürdülər. Nəyi sındırdılar? Buzu. Təsirli kallı sözdür. Ürəyində onun dünya işlərindən bixəbərliyinə güldü. Nə işlərindən? Dünya işlərindən. Bax, bu da yiyəli kallıdır. Dünyanın işləri, yəni. Kəndin, belə deyək də, adlıq halda deyil, yəni. Kəndin qara damları tamamilə qarın altına qalmışdır. Kəndin damları mənsubiyyət şəkilçili sözdür və yəni cəm və mənsubiyyət şəkilçili sözdür, adlıq haldadır. Bunu çıxırıq. Bizdən isə deyir ki, adlıq halda deyil. 1 ilə 4-ü çıxırıq, cavab olur 2, 3, Y variantı. Yəni bu cümlədəki sözlər, fərqləndirilmiş sözlər adlıq haldadır. Cədvəldəki düzgün nümunələri müəyyən edin. Buradan doğru olanı götürürük, buradan yanlış olanı götürürük. Xeyli məhsullar yanlışdır, yəni xeylidən sonra gələn isim təkdə işlənməli. 10-cu mərtəbələr, 10-cu mərtəbə. Yəni hər ikisi doğru olur. Az meşələr, azdan sonra gələn isim təkdə olmalıdır. Bir çox sənədlər olmalıydı, yanlışdır. 5 quyu olmalıydı, yanlışdır. Çox idmançılar doğrudur. Buradan 2-ni, buradan 4 ilə 5-i cavab olur C. Hansı cümlədə icbar növdə olan feil işlənmişdir? O istəyirdi ki, bu yolla özünə olan münasibəti aydınlaşdırsın. Burada işlənməyib. Qanlı düşmən belə düşmənin qapısına gələndə onu əl qaldırmazlar. İşlənməyib. Qonaq tüfəngini küncə qoydurduqdan sonra 2 addım qabağa gəldi. Küncə qoydurur, tüfəngini kiməsə verir. Bu icbar növdədir. Bunu qəbul edirik. Gəbənin üstündə gəzinir, təsbihinin iri muncuqlarını şaqqıldadırdı. Burada işlənməyib. Oğlunu seminariyada oxutduğu illər onu tamamilə arxayınlığa alışdırmışdı. Baxın, oxutmaq bu da təhsil aldırmaq mənasındadır. Bu da məlum növdə olan feildir. Cavab olur C bəndi. Mətnə görə klasteri tanımlaya bilməyən fikirləri müəyyən edin. Yəni, Qara Məhəmmədə aid olmayan xüsusiyyəti tapmalıyıq. Yəni, klasteri tanımlaya bilən fikirlər deyəndə Qara Məhəmmədə aid olan xüsusiyyətlərdir. Amma tanımlaya bilməyəndə deməli buna zidd olan fikirləri tapmalıyıq. Problemləri sülhlə həll etməyə üstünlük verir. Mətndə belə bir şey haqqında danışılmır. Tarixi ənlərə həssas yanaşır. Varmı elə bir şey mətndə? Yenə öz əksini tapmayıb burada. Hətta oğlunun evlənmə məsələsi tutaq ki, ancaq yüksək təbəqənin ailəsinə evlənmək məsələsinə də heç toxunulmur. 1-2. Əmisini razı salmaq üçün köhnə bir hadisəni xatırladır. Bəli, sonda Alı kişinin adını çəkir. O bir vaxt sən ölüm ağzından alıb. Bu doğrudur. İnsanlar arasında ayrı-seçkilik qoymur. Bəli, kasıbları qan qardaşlarımız adlandırır. Düzdür, bu da doğrudur. Hakimiyyətdə təmsil olmaq niyyətindədir. Mətndə belə bir fikir yoxdur. Yəni, ona aid bir fikir deyil. 3 ilə 4 doğrudur. 1, 2, 5 yanlışdır. Biz indi, yəni klasterdə tanımlaya bilməyən fikirlər kimi 1, 2, 5-i C variantını götürməliyik. Mətnə görə biri məqsəddir. Bax, mətnin əsas hissələrində, bu hissələrdə Bayram Xocanın dediyi sözlərə fikir verin. İstəkli balam, Sultan Hüseyin ilə bu savaşın nəticəsi bizdən ötürü çox vacibdir. Bu savaşı udsaq, yerli cəmaatla qaynayıb qarışmış dağınıq soylarımızı bir dövlətdə birləşdirməyə başlaya bilərik. Baxın, Bayram Xocanın məqsədi nədir? Bu döyüşə qalib gələrək, yəni savaşı udub soyları vahid dövlət ətrafında birləşdirmək fikrini götürə bilərik. Sualın cavabı olur D variantı.
Mətndə altından xətt çəkilmiş ifadələrə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. İfadələr buradadır. Tutaq ki, tabe olmaq, hədələmək, öhdəsindən gəlmək, bir də ehtiyat etmək. Bunların mənası tabe olmaq, itaat etmək doğrudur. Hədələmək, qorxutmaq doğru, öhdəsindən gəlmək, bacarmaq doğrudur. Ehtiyat etmək, çəkinmək doğrudur. İndi bunların məcazi mənalı qarşılığı, hədələməyin məcazi mənalı qarşılığı təhdid etmək, səhv göstərilib. Ehtiyat etmək də geri durmaq məcazi mənalı qarşılığı deyil. Yəni geri durmaq məcazi mənalı qarşılıq deyil. Ona görə bunu çıxırıq. Cavab olacaq. Yəni 2 ilə 4 səhvdir, 1 ilə 3 doğrudur. Cavab olur B variantı. Mətnə görə biri yanlış fikirdir. Bəndlərə nəzər salsaq görərik ki, B bəndindəki fikir, yəni Bayram Xocanın qardaşı oğlu Qara Məhəmmədi Ərkiş hakimi təyin etdiyinə görə peşmanlıq duyur. Belə bir fikir yoxdur. Yəni Bayram Xoca qardaşı oğlu Qara Məhəmmədi Ərkiş hakimi təyin etdiyinə görə peşmanlıq duyur. Mətndə belə bir fikir yoxdur. Sadəcə onun yanına gəldiyinə görə, yəni çətin vəziyyətdə onun yanına gəlişindən narazı qalır. Yəni testin cavabı olur B bəndi. Mətndə əsasən uyğun fikirləri müəyyən edin. Bayram Xocanın xasiyyətindəki müsbət cəhət, Bayram Xocanın xasiyyətindəki mənfi cəhət. Qohumlar arasında ayrı seçkilik salır. Mətndə belə bir fikir yoxdur. Qəzəblənsə də tez yumşalır, ədalətlidir. Bəli, bunu mətndən hiss edirik. Qardaşı oğlu Qara Məhəmməddən söhbətdə. Bayram Xocanın xasiyyətindəki mənfi cəhət təkəbbürlüdür, insanları siniflərə bölür. Baxın, burada bu Yusifin evləndiyi qız haqqında deyil, adi rəiyyət qızı ilə evlənmək istəyir. Yəni bu insanları artıq da siniflərə böldüyü anlamına gəlir. Bunu qəbul edirik. Hakimiyyəti əldə saxlamaq üçün hər şeyə qadirdir. Belə bir fikir yoxdur. Yəni xüsusən də mənfi sayılsın deyə cavab nə olacaq? 2, 3, Y variantı. Mətnə əsasən müəyyən edib yazın. Bayram Xocanın Sultan Hüseynin hücumuna münasibəti, Qara Məhəmmədin Sultan Hüseynin hücumuna münasibəti. Burada qeyd edə bilər ki, Bayram Xoca Sultan Hüseynin bu dəfəki hücumunu çox ciddiyə alır. Bayram Xoca Sultan Hüseynin bu hücumunu ciddiyə alır. Qardaşı oğlu Qara Məhəmmədin bu məqamda onun yanına gəlməyinin narazılığını bildirir. Kəşfiyyatçılarının gətirdiyi xəbərə çox inanır və s. Yəni onun ciddiyə alma fikirlərini əks etdirən bu kimi ifadələr yaza bilərik. Qara Məhəmmədin də fikir nədir? Demək olar ki, bu dəfəki hücumunu da digərlərinə bənzədir. Yəni sadəcə orada deyir, hücuma keçən deyil, yəni onu ciddiyə almır. Yaza bilərik, ciddiyə almır. Və yaxud da burada bir ifadə var. O Sultan Hüseyni boş-boşuna gürüldayıb, yağış tökmədən ötüşən buluda bənzədir və s. O kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən klasteri tamamlayın. Bayram Xoca Qara Məhəmməddən narazı qalır. Çünki o narazılığın ilk dəfə hissədir. Baxın bu hissədə. Yəni qalasını başsız qoyub Bayram Xocanın yanına gəlib. Qalasını başsız qoyub Bayram Xocanın yanına gəlib. Yəni siz yaza bilərsiniz, qalasını başsız qoyub. Belə deyə bilərik. Sonra yaxınlaşan təhlükəni, yəni Sultan Hüseynin hücumunu ciddiyə almır. Sultan Hüseynin hücumunu ciddiyə almır. Bunu yaza bilərik. Sonra tutaq ki, vacib vəziyyət zamanı oğlunun evlilik məsələsindən danışır. Bunu qeyd edə bilərik. Sonra əmsinin xəbərdarlıqlarını ciddiyə almır, yəni yüngül qəbul eləyir deyə bilərik.
Sonra Sultan Hüseynin hücumu qarşısında öhdəsindən gələrək deyə real vəziyyəti olduğu kimi qiymətləndirmir və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə əsasən nöqtələrin yerinə uyğun fikir yazın. Nöqtələr buradadır. Bir də qızın atasını sən lap yaxşı tanıyırsan da yaza bilərik. Tanıyırsan, bilirsən yaza bilərik. Bilirsən, xatırlayırsan yaza bilərik. Xatırlayırsan və s. Buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətndə təsvir olunan hadisələr Qaraqoyunlu qəbilə birləşməsinin daxili münasibətləri barədə hansı məlumatları verir? İlk dəfə deyə bilərik ki, idarəçilik hələ tam mərkəzləşməyib. Çünki Bayram Xoca nə deyir? Deyir, bu hücumdan, bu savaşdan sonra biz öz soydaşlarımızı birdə yığıb vahid dövlətdə birləşdirə bilərik. Yəni, qeyd edə bilərik ki, idarəçilik hələ tam mərkəzləşməyib. Bunu qeyd edə bilərik. Sonra Sultan Hüseynin hücumu ilə bağlı fikir ayrılıqlarını deyə bilərik. Düzdür, fikir ayrılıqları mövcuddur. Fikir ayrılıqları mövcuddur. Çünki Qara Məhəmmədlə Bayram Xocanın elə danışığını görürük burada. Mövcuddur. Bu kimi fikir yaza bilərik. Sonra sosial təbəqələşmə, yəni kasıb varlı ayrı seçkiliyi var. Orada adi rəiyyət qızı ilə mi evlənmək istəyir? Bax, bunu deyə bilərik. Sosial təbəqələşmə hiss olunur. Sosial təbəqələşmə hiss olunur. Bunu qeyd edə bilərik. Sonra hərbi təhlükə birliyi üçün sınaq yaradır. Bu, savaşın olması, soydaşlarını bir yığıb dövlət qurmaq məsələsi. Hərbi təhlükə birlik üçün ümid verir, belə yazaq, ümid verir və s. Bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərik. Mətnə əsasən Qara Məhəmməd nəyə görə əmsinin təhlükə haqqında xəbərdarlığını ciddi hesab etmir? Bax, bu hissəyə fikir verin. Bax, buradakı hissəyə fikir verin, nə deyir burada? Ay əmi, Sultan Hüseynin qeyrətinə çoxdan bələdir. O, bu dəfə də hədəliyir, hücuma keçən deyil. Deməli, Sultan Hüseyin hər zaman hədəliyib, heç vaxt hücuma keçməyib. Yəni, Qara Məhəmməd də bu xüsusiyyətinə görə. Yəni, Sultan Hüseyni, yaza bilərik ki, Sultan Hüseyni əvvəlki hərəkətlərinə görə bu dəfə də ciddi qəbul etmir. Bax, bu kimi cavablar yazıb, məzmunu bu formada olan cavablar yazıb, sualı yekunlaşdıra bilərsiniz. Mətnin neçənci abzasında onun məzmununa uyğun gəlməyən cümlə işlənmişdir. Bax, 3-cü abzasda fikir verin. Affirmasiya müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlaması yolu ilə insanın təhtəl şüurunda tələb edilən obrazın psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılmasıdır. Bax, bu cümlə mətnin ümumi məzmunla əlaqəsi yoxdur. Cavab 3-cü abzas olacaq, B variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Buradan doğru olan fikirləri götürəcəyik, buradan yanlış, buradan da ehtimal olanları. İnsanlar ünsiyyət zamanı genetik material mübadiləsi aparırlar. Son abzasdan bunu çıxartmaq olar, bu doğrudur. Levitasiya hadisəsi müxtəlif alimlərin marağına səbəb olan fenomendir. 2-ci abzasda Robert Stuartdan söhbət gedir. 3-cü abzasda Erik Bergholzdan söhbət gedir. Bu da doğrudur. Qeyri-adi fenomen fərqli yaş kateqoriyasına aid insanlarda ola bilər. Mətndə həm böyüklərdən, həm də uşaqlardan danışılır. Bu abzasda bir uşaq öz valideynlərinə. Bu doğrudur. 3-ü götürməyəcək, çünki buradan yanlışı götürməliyik. Harada 3 varsa çıxın, cavab avtomatik çıxır. Alimlər insan orqanizmindəki bütün genlərin genetik informasiya ötürdüyünü deyirlər. Bax, burada Anoxinin dediyinə fikir. Anoxinin analizinə görə insan orqanizmində susmuş genlər var ki, onlar heç bir genetik informasiya ötürməyə xidmət etmir. Deməli, bütün genlər informasiya ötürmürlər. Bu yanlışdır.
İnsanların qeyri-adi bacarıqları genetika ilə əlaqəlidir və mətndə də zaten alimlər bunu ehtimal edirlər ki, bu genetika ilə bağlı ola bilər. Bunu götürürük. Manqalistanda levitasiya ilə məşğul olanlar bu spesifik xüsusiyyətləri adi bir şey sayılır. Bu faktdır. Mətndə öz əksini tapıb. Cavabımız nə olacaq? 1, 2, 4, 5 D variantı. Mətndə bundan danışılmır. 1. Pasiv genlərin xarakterinin müəyyən şəraitdə dəyişməsi. Bax, son abzasda buna fikir verin. Başqa sözlə bir digər insanlarda genetik material toplayır. Adətən o özünü pasiv aparır, lakin müəyyən şəraitdə aktivləşir. Deməli, pasiv genetik materiallar bəzən özünü pasiv aparsa da müəyyən şəraitdə aktivləşə bilirlər. Bu doğrudur. Bir olan bəndləri çıxırsınız. İnsanların özünü daha əvvəl olmadığı yerə aid hiss etməsi, mətndə bu hissədə biz bunu görürük. Keçmiş xatirələrin insan həyatına buraxdığı mənfi təsirlər, burada mənfi təsirdən söhbət getmir. Yoqaya başlamaq üçün insandan tələb olunan ilkin bacarıq, ilkin bacarıq yox. Burada nə tələb olunur? Jurnalist və alim olmayacaqsan. O da bacarıq deyil. Uşaqlıq xatirələrinin genetik yaddaşda həmişəlik qalması, mətndə burada həmişəlik qalmasından söhbət getmir. Yəni bir uşağın başına hadisədən danışır, amma uşaqlıq xatirəsinin həmişəlik qalmasından söhbət getmir. Bu ki, onun uşaqlıq xatirəsi də deyil zaten. Cavab olur 3, 4, 5 C variantı. Hansı izah mətndə altından xətt çəkilmiş heç bir sözə aid deyil? Yəni bu sözlər mətndəki digər sözlərin izahıdır. Yəni mənası formasında. Baxaq görək. Məsələn, təsis etmək, qurmaqla izah oluna bilər. Sonra mətləb, məsələ izah oluna bilər. Sonra burada nə var? Analizinə görə, təhlilinə görə izah oluna bilər. Onların funksiyası, onların vəzifəsi izah oluna bilər. Spesifik özünə məxsus deməkdir. Düzdür, amma qeyri-adi spesifik izah edə bilməz. Sualın cavabı olacaq A variantı. Mətnə əsasən uyğunluğu müəyyən eləyin. Professor Eliyax Orod buradadır. Belə söylədir ki, biz genlərimizdə saxlanılan kollektiv şüursuz adlı böyük informasiya ehtiyatı ilə əlaqə yaratmaq qabiliyyətindəyik. Burada da fikir verin. İnsanların genlərində informasiya ehtiyatı saxlandığını güman edir. Bunu da genlərimizdə saxlanılan kollektiv informasiya ehtiyatı. Bunu Professor Eliyax Orod'a aid edə bilərik. 1D. Sovet fiziologu Anokhin. Ona görə insan ölümünün susmuş genlər var ki, Anokhin də hara aid edə bilərik? Susmuş genlərin gələcək hadisələr kodlaşdığını bildirir. 2'ye C qoyacaq. 3'e Robert Stewart da haradaydı? Yuxarıdaydı. Bax, burada. Levitasiya barədə heyrətini şəxsi müşahidələrində əsaslandığını bildirir. Bəli, bunu aid eləyərək buna. Robert Stewart da Erik Bergos da fenomeni təqdim edən alim Erik Bergos əmindir ki, genetik yaddaşda saxlanılıb. Buna da nəyə aid eləyəcək? Meditasiya zamanı insanın genetik yaddaşının aktivləşə biləcəyini bunu da göstərə bilər. Cavab olacaq 1D, 2C, 3A, 4B, B variantı. İkinci abzasa əsasən qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amilini müəyyən edib yazın. Bu abzasdan söhbət gedir. Robert Stewart'ın başına gələn hadisəni göstərir. Orada deyir ki, təəccüblü ki, bu spesifik xüsusiyyət onların özünün adi bir şey sayılır. Tədqiqatçıya maraqlı gələn bu mətləb barədə suallara isə onlar cavab verməkdən imtina ediblər. Yəni, buradan belə bir cavab çıxara bilərik ki, qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amili Manqalistandakı rahiblər, Monqolistandakı rahiblər Robert Stewart'ın suallarına cavab vermirdilər. Bu da onların elmi tədqiqatlara məhdudiyyət yaradan insan amilinə çevirir. Məhdudiyyət yaradan insan amilinə çevirir. Bax,
Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə görə sxemi tamamlayın. Dərnəyin yaradılması yoqanı bütün kütlələr üçün əlçatan etmək məqsədi daşıyırdı. Fikri doğrudur, yanlışdır, əsaslanır. Əlbəttə ki, yanlışdır. Çünki burada nə deyir? Yoga açmaq klubu adlı dərnək var. Alimlər və jurnalistlər istisna olmaqla arzu edilən, istənilən şəxs. Yəni deməli, bu bütün kütlələr üçün əlçatan deyildi. Və bunu qeyd edə bilərik ki, ABŞ-dəki klub alim və jurnalistlər üçün qapalı idi. Bu da verilən fikrin doğru olmadığına əsas verir. Bax, bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Hər zaman sizə verilən bu tipli suallarda əsaslandırmanı tam yazın. Nəyə görə doğrudur, nəyə görə yanlışdır. Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Cümlə buradadır. Dünyada çox sirlər var ki, elm hələ də aça bilməyib, izah edə bilməyib və ya sirrini aça bilməmişdir. İzah edə bilməmişdir və s. Bundan uyğun fikirlər yazıb cümləni tamamlaya bilərsiniz. Hansı fikir mətnlə ziddiyyət təşkil edir? Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Bu fikir mətnlə ziddiyyət təşkil etmir. Elmin gücü yıxar bürcü. Bax, bu fikir olacaq. Nə üçün? Bu fikir nəyi bildirir? Bu fikir onu göstərir ki, elm məğlub edilməzdir. Hər problemi öhdəsindən gələ bilir. Yəni, hər problem haqqında elmin bir müəyyən bir fikri var. Yəni, konkret faktı var. Bu onu deməkdir. Amma mətndə nə göstərir? Dünyada çox sirlər var ki, elm hələ də onun haqqında konkret fikir söyləmir. Alimlərin nədir? Müəyyən ehtimallarını irəli sürürlər. Yəni, belə əsaslandıra bilərik ki, verilmiş fikir elmin hər qapını açdığını göstərir. Yəni, bütün hər problemi həll elədiyini göstərir. Ancaq mətndə isə elm bir çox məsələləri aydınlaşdıra bilməyib. Sadəcə bir neçə alimin ehtimal fikirləri səsləndirilib. Bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərsiniz. Mətnə görə levitasiya nədir? Bax, fikir verin bu ikinci abzasa. İngilis tədqiqatçı Robert Stewart ilk dəfə levitasiya ilə qarşılaşdıqda gördüklərindən çox heyrətlənmişdir. Yəni, ibadət zamanı rahibliyə hazırlanan adamlardan birinin çox yavaş sürətlə yerdən aralandığını görür. Ümumiyyətlə, düz və hərəkətsiz dayanan bu adam 3 metr hündürlüyə qalxır və 5 dəqiqə vəziyyətdə qalır. Levitasiya nə deməkdir? İnsanın yerdən qalxması və havada qalması və havada müəyyən müddət qalması. Yəni, siz də buna uyğun fikirlər yazırsınız. Yəni, insanın yerdən qalxması yox, yerdən qalxması və havada müəyyən müddət qalması levitasiya adlanır.